Axıdılan gözyaşları bəzən birinin sizi sevdiyi üçün deyil, verdiyi əməyin qarşılığını görməməsi, güvəninin qırılması üçündür. Çünki insan ən çox sevilmədiyi üçün yox, dəyər verib qarşılığında dəyər görmədiyi üçün incinir. Bəzən illərlə göstərilən səbir, anlayış və yaxşılıq bir anlıq laqeydliklə yox sayılır. Və o anda alınan gözyaşı sevginin yox, ədalətsizliyin nəticəsi olur. Ən ağır hiss də budur. Verdiyini ala bilməmək yox, verdiyinin qiymətsiz sayıldığını görmək. İnsan o zaman susur, uzaqlaşır və içində bir şeyləri bağlayır. Amma yenə də qəlbinin bir küncündə mən əslində pis değildim deyən sakit bir səs qalır. Və o zaman keçdikcə insan anlayır ki, hər kəs verdiyi qədər dəyər görmür. Bəzi insanlar sadəcə alır, amma geri verməyi ya unudur, ya da heç düşünmür. Bu isə insanın içində yavaş-yavaş bir yorğunluq yaradır. O yorğunluq nə səsküylü-küylüdür, nə də dərhal görünür. Sadəcə insanın münasibətlərə yanaşmasını dəyişir. Daha ehtiyatlı, daha seçici, daha səssiz olur. Artıq hər kəsə eyni ürəklə baxmır. Amma yenə də içində bir yer var ki, orada ümid tam ölmür. Çünki insan nə qədər qırılsa da bir gün dəyərinin bilinəcəyi ehtimalına inanmaqdan